Möhtərəm müsəlmanlar, qurbanın 3 hissəyə bölünüb paylanması necə olmalıdır? Bəzi insanlar elə başa düşürlər ki, qurbanın 3 hissəyə bölünməsi 3 hissə tam şəkildə eyni hissələr olmalıdır. Yəni məsələn bir insanın 30 kilo qurbanı olubsa, 10 kilo, 10 kilo, 10 kiloya bölür və onları bu formada 10 kilosunu özü evdə yeyir, evə saxlayır və 10 kilosunu sədəqə verir, 10 kilosunu da qonşuya verir. Bölünmə bu formada deyil. Bölünmə belədir ki, ola bilər ki, insanın ailəsi böyükdür və ailəsi böyük olduğuna görə onlara məsələn eyni formada bölünən 1/3 kifayət eləmir. Ola bilər ki, qurbanın yarısını evə saxlasın. Əgər ailə böyükdürsə, çatmırsa, yarısını evə saxlasın, qalan yarısını ola bilər 2 hissəyə bölsün. Və bu formada 3 hissəyə bölmək şəriətdə buyurulub. Lakin 3 hissəyə bölmək dediyim kimi, yəni 3 hissənin 3-ü də eyni olması şərt deyil. Ola bilər ki, qurbanın yarısını evə saxlayasan, qalan yarısını 2 hissəyə böləsən.